TikToker Nərmin canlı yayım zamanı qutab bişirmə mövzusunda izləyicilərdən biri ilə mübahisə edib. İzləyicinin yazdığı şərhə etiraz edən Nərmin öz fikrini qəti şəkildə müdafiə edib və qutabın hazırlanması ilə bağlı fərqli yanaşmasını izah edib. Gərgin anların yaşandığı canlı yayım sosial şəbəkələrdə də izləyicilərin diqqətini cəlb edib. Həmin görüntüləri təqdim edirik. O çiğdi, bu çiğdi, necə yeyirlər, narahat olma ürəyim. Xeyr, qarnı qaynadanda, qarnı qaynadıb soyumağın gözləyəndə, onu çəkəndə qığırdaq əmələ gəlir. Hə, day danışmaya Quran haqqı. Və o qarın tez donur. Bəli. Bəli. Yadında saxla. Həsənova, burada mənim yox, bacımın adını yazdım, düz yazardım. Deməli, baxın mən sizə bir söz deyim. Qarını qaynadanda əzizim, qarın bərkiyir. Qarını çəkəndə qığırdaq əmələ gəlir və yuxanın arasında donur. Dişdə onu müştərilər əzə bilmir. Mən 8 ildir mənim qarnımı çiğ çörəyin arasına belə tök yeyir, bax. Buna bax bir dənə, bax bu qarına. Bir dənə bax buna. Sən nə danışırsan? Tutdurub elə, ay çəkdin, ay yox. Yox, biri yazıb ki, göyərtin yursuz, yox, əlimlə yox. Göyərtin tökürəm ləyənin içinə, paltar yuduğum ləyənin içinə, ayaqlarımla da yuyuram. Mənasız suallar verirsiniz ona görə. Vallahi icaq yaxşılarınızdan Xanım, mənə öyrətməyin, xahiş edirəm. Bu qutabın içliyi, mən professional qutabçıyam da sizin dilinizdə. Bəli. Yo, mənə heç kim öyrəməyib. Elə mən anamın qarnında öyrənib çıxmışam. Dirəşmişsiniz, vallahi nə dəxli var? Sən sual ver, necə hazırlayırsan, mən onu deyim. Ay çiğ qaldı. Ha, özdə belin, ha, camaat gəlir. Ha. Yiyir çiğ gedir. Yox abi, camaat sənin kimi qoyun deyil. Millətin gözü var, görür hər şeyi. Ədviyyat heç nə, bildiyimiz ədviyyatlardan. Az get işinlə məşğul ol. Sacın üstündə sənin dədövü bişirmirəm, qutabı bişirirəm mən. Sən o nə dedi? Sən o nə dedi? Az əsəbim olmuyor axı. Nə dedi o sən onu dedi? Gel kitabın üstündə bir şey at. Hesab üstündə qutab pişir. Yox, sən düşmə bizə adı. Kitabın üstündə. Sacın üstündə belə. Bir də atma, moderator heç kimi atma səssizə. Deməli, ay Şah Sultan vlog, elə sən elə bu 299 nəfərlik səhifəyə yaraşır. Ged heç olmasa o, bəlkə də bilmirəm, arvadın kimdən peydahlayıb o 2 uşaq, heç bəlkə sənin də deyil o. Ged onlara atalıq elə arada, yaxşı? Getdim, kayu aldım. Get. Onu istəyirdim. Şah Sultan, yox bir. Alo, baxın Minnur.
Necə yanırsınız bəziləriniz? Necə yanırsınız? Çox maraqlıdır. Ronaldo olsun, necə paxılsınız? Hələ biri gəlib yazırdı ki, dünənə qədər söyürsüz, indi afərin deyirsən. Nə olub ki? Olmaz. Düşmən deyiləm ki, mən, ay bədbəxt. Söyənlər elə sənin kimi qəlbi paxıllardır da.